Əziz Qoç bürcləri, ad gününüz mübarək. Qoç astrologiyanın ən güclü, nə istədiyini bilən, hədəflərinə gedən, xəyallarını əldə edən, ürəyi təmiz, saf, möhtəşəm bürclərindəndir. Qoç bürcləri o qədər gözəl, təmiz insanlar olurlar ki, içlərində kin nədir, heç vaxt tuta bilməzlər. Nə kin, nə nifrət, nə qısqanclıq, bu hisslər Qoç bürclərində yoxdur. Hamını sevər, qəbul edər, yeri gəlinə biraz dava-dalaş gərginliyi çıxardar. Amma nə olursa olsun, həmişə içi tərtəmizdir. Qoç bürcləri uşaq kimidir. Onların həmişə həyat sevinci, enerjisi, motivasiyası var. Onlar ətrafı da əyləndirirlər, özləri də əylənirlər, həyatdan zövq alırlar. Amma bu demək deyil ki, onlar güclü və hədəflərinə gedən insanlar deyirlər. Yox, tam tərsinə, onlar hədəflərinə gedib istəklərini əldə etməyi çox sevirlər. Qoç bürcləri doğuşdan liderdir, bir nömrəli bürcdür, birinci bürcdür. Qoç bürcləri ilə bir yerdə bütün digər bürclərdə başlayır. Onlar başladıcı enerjiyə sahibdirlər. Oturub uzun-uzun plan qurmaq, fikirləşmək Qoç bürcünə uyğun deyil. Qoç bürcləri sürətli, səbirsiz və hərəkətlidirlər. Birdən belə hərəkətə keçirlər, istəklərinə doğru sürətlə gedirlər və o istədikləri şeyi əldə edib gəlirlər. Qoç bürcü beyninə bir şey qoyubsa, o şeyi %100 əldə edəcək. Azadlıq onlar üçün çox önəmlidir. Yeniliklərə açıqdırlar, maraqlı, əyləncəlidirlər, tərs, inadkar və dirəşəndirlər. Qoç bürcü biri həyatında varsa, əylənəcəksən, yeri gələndə dava-dalaşın içində özünü tapacaqsan, yeri gələndə fikirləşmədən, sabağı düşünmədən, bir anda özünü bir əyləncənin, bir məcaranın içində tapacaqsan, Qoç bürcünün həyat enerjisi, həyatı var, rəng qatacaq. Qoç bürcləri, yaxşı ki varsınız. Siz astrologiyanın enerjisi, canlılığı, coşqusu və təmizliyisiz. Sevgi və işıqla qalın.